Universitetdə fərqlə mən nəzərdən qurtarmışam deyil. Deyil. Nə demirsən ki? Ümumiyyətlə Turan artıq bu təhsilat... Məncə bir də başlayırız. Yaxşı. Gənclər üçün səyahət çox daha çatandır. Gözlə fikirləşin. Burada ən önəmli faktor bakalavr təhsilində GPA-nin ortalamanın yüksək saxlanılmasıdır. Minimum tələb 80 üzəridir. Ümumi nə yazılıb ki? Ümumi siyahını çıxarırlar, kim harada oxuyur da. Orada prosta yazılır. Əslində bəlkə də yazılıb. Nəysə, başım bıraq, nəysə. Çox. Əksəriyyət bura gəlir adətən. Ümumiyyətlə dövlətin verdiyi xərcdən pulla sənə rahat yaşamaq orada, ya sənə kifayət edir? Mənim üçün bəli, kifayət edir. Qəbul olaramı, olmaramı? Yəni bu suallar insan beynində çox oynayır. Amma yəni hər şansdan maksimum istifadə etmək lazımdır. Mənim bu gün burada oxuyacağım mənim ağlıma gəlməzdi. İngilis dili öyrənmək istəyən insanlar var. Onlara daha asan yollar, nə məsləhət görərdir? Hər kəs salamlayıram. Bugünkü qonağım İngiltərədə, London təhsil alan Azərbaycan tələbə Turandır. Turan, xoş gəlmisən. Xoş gördük. Mən də səni salamlayıram və bizi izləyən hər kəsi salamlayıram. Turan, istəyirəm ilk öncə özün haqqında məlumat verəsən izləyicilərə. Azərbaycanda məktəbi bitirdikdən sonra xaricdə bakalavr təhsilimi davam etdirmək planım var idi. Əsasən IT və kiber təhlükəsizlik ixtisaslarında maraqlıydım və araşdırmalardan sonra Litva mənim üçün ideal seçim oldu. Ona görə bakalavr təhsilimi Litvada başlamağa qərar verdim. Litvanın təhsili məncə ilkin mərhələ üçün çox yaxşı idi, kifayət qədər öyrədici idi. Praktiki sahədən kifayət qədər çox biliklər öyrəndim və təhsilimi fərqlənmə diplomu ilə keçən il bitirdim. Hansı ixtisas üzrə? İnformasiya sistemləri və kiber təhlükəsizlik. 3 il yarımlıq bakalavr təhsili idi. Keçən ilin yanvar ayında bitirmişəm. Bitirdikdən sonra artıq magistr ixtisasına haqqında fikirləşməyə başladım və əsasən fikrimdə İngiltərə universitetləri idi. Bu ümumiyyətcə məndə bakalavr zamanında formalaşmışdı. Təhsilin keyfiyyəti, insanlarla tanış olmaq, networkingləri genişləndirmək üçün İngiltərə variantı üzrə fikirləşməyə başladım. Daha sonra Azərbaycan dövlət proqramı qarşıma çıxdı və bunu araşdırdım. Və mənim üçün əsas maraq sahəm texnologiya və biznesin birləşməsi idi və UCL-da belə bir ixtisasın olduğunu gördüm, texnologiya idarə etməsi. Bu tip ixtisasları verən universitetlər azdır say olaraq. UCL bunlardan biri idi və dövlət proqramında da buna müraciət edə bilirdim, UCL top 10-luqda olduğu üçün. Və beləliklə ixtisasa müraciət elədim, qəbul oldum. Bəs sən, Turan, Litvada təhsil ödənişli olub, yoxsa ödənişsiz olub? Litvada təhsil ödənişli olub. Universitet təhsil ödənişli, amma artıq magistr dövlət hesabında mən dövlət xəttiyim. Çox gözəl. Ümumiyyətlə, Turan, İngiltərədə təhsilin hansı səviyyədə olduğunu sən yaxşı bilirsən, hal-hazırda təhsil alırsan və bu təhsilin sənə verdiyi töhfələr, sənin üçün olan müsbətlər, cəhətlər hansılardır? İlk öncə mən deyərdim insanlar burada kifayət qədər dünyanın müxtəlif ölkələrindən və müxtəlif qitələrindən, həm Asiyadan, həm Amerikadan, həm Afrikadan müxtəlif insanlarla tanış oluruq və burada təhsil alan hər bir şəxsdən çoxlu biliklər öyrənirsən. Yəni dərslərdən çox mən deyərdim insanlardan öyrənirəm. Və magistr təhsili də elədir ki, insanlar adətən iş təcrübələri olduqdan sonra gəlirlər magistr oxumağa. Və burada da mənim qrup yoldaşlarım arasında məsələn yaş fərqimiz kifayət qədər çoxdur. Daha təcrübəli insanlar. Daha təcrübəlidir və onların təcrübələri həm qrup işlərində olsun, dərsdən kənar söhbətlərdə olsun, onların təcrübələrindən insan çox şey öyrənir. Ümumiyyətlə, Turan, yaşayırsan və müxtəlif ölkələrdən gələn tələbələr var. Sənə belə bir sual ünvanlayayım. Azərbaycanlı tələbələrin, Azərbaycanlı gənclərin yaşam tərzi ilə burada yaşayan insanların, tələbələrin yaşam tərzinin fərqləri nədir? Asudə vaxtlarında keçirdilər, üstünləri, mənfi cəhətləri? Birinci onu deyim ki, mən həm Avropada oxuyanda, həm də indi Böyük Britaniyada oxuyanda gördüyüm əsas fərq o idi ki, burada gənclər üçün səyahət çox daha çatandır. İnsanlar heç olmasa 2 aydan bir, hətta bəzən hər ay müxtəlif yeni ölkələrə gedirlər. Çünki həm vizasız rejimdir, həm qiymətlər münasibdir. Ona görə Avropa ölkələri arası, həm də Avropadan kənar səyahəti çox sevirlər. Səyahət edirlər, yeni yerlər görürlər, yeni şeylər öyrənirlər və İngiltərə özü belə biz Azərbaycanlılara da bunu bu şansı yaradır. İngiltərə Böyük Britaniya belə deyək, Böyük Britaniya çox genişdir və bizim üçün burada oxuyarkən vizasız gediş-gəliş şansı yaradır.
Böyük Britaniya daxilində görüləsi çox yerlər var və hətta deyərdim məndə indi magistr 1 illikdir. 1 il buna kifayət deyil ki, Əlbəttə ki. hər yerin görürsən, hər İngiltərənin, bunun Şotlandiyası var, bunun İrlandiyası, bunun yersi var. Yəni hər muzeyi görmək, hər təbiəti görmək, bunun hərəsi başqa bir şey öyrədir insana. Və ikincisi, İngiltərədə, Londonda belə gözəl çoxlu parklar var. Bu hələ onlardan biridir. Biz bayaqları parka girmişik durandan. Parkın o başdan yarım saat keçir. Gəlib çata bilmirdik parka. Gəl tapasan buranı. Və indi bazar günüdür, kimsə gəlir burada oturur, çayın kofesi içir, hava soyuqda. Bunun yayı çox möhtəşəm olacaq. Kimsə qaçır, kimsə gəzir, kimsə velosiped sürür və həftə sonuna kimsə tenis oynayır. Belə aktiv şeylərlə. Məncə ən çox fərqlərdən biri bu. Aktiv gənclərin aktivi, tenisdir, futboldur, qaçışdır, futbol parklar gəzməkdir. Yəni bu həm də sağlamlıqdır. 100%. Burada yaşayırsan və dövlət bunu qarşılayır. İstəyir sənin təhsil xərclərini, istəyir yaşam xərclərini müəyyən qaydada. İngiltərədə, Londonda bilirəm ki, qiymətlər çox yüksəkdir, ev qiymətləri xüsusən də. Bu sənə yəni kifayət etmir. Daha çox istirahət etmək istəyirsən. Amma belə normal qaydada məncə hər şey okeydir. Bəli. Belə deyim, yəni dövlət proqramının Londonda və Böyük Britaniyanın digər şəhərlərində təhsil alan tələbələrə ayırdığı pul məncə bəs eləyir. Bu evi neçəyə tutduğundan asılı olaraq dəyişir məncə. Burada ən önəmli faktor odur. Əgər ev münasib qiymətə tutulursa, onda dövlət proqramının verdiyi pul kifayət edir. Təbii ki, çox gəzmək, daha çox vaxt keçirmək istəyirsənsə, bəli, burada işləmək məncə lazım olur. Və tələbələrə də İngiltərə part-time işləmək şansı verir. Həftədə 20 saata kimi işləmək imkanı verir. Düzdür, bunu magistrda xüsusilə eləmək bir qədər çətindir. Çünki magistr biz bildiyimiz 2 il olur. Amma İngiltərədə bu 1 ildir. O deməkdir ki, 2 illiyi 1 illə sıxışdırıblar. Yəni biri bitir, o birisi başlayır. Ona görə yəni bunu əgər ki eləmək biraz çətindir, amma eləmək olsa təbii ki, bu müsbət bir şey. Azərbaycanın tələbələri mənə yazırlar, bəs biz də gəlib bura təhsil almaq istəyirik, ödənişsiz. Dövlət proqramına müraciət etmək istəyən tələbələrə nə məsləhət görmək istəyirsən? Hansı etapları keçməlidirlər və İlk öncə onu deyim ki, dövlət proqramı Azərbaycanlı tələbələr üçün yaradılan çox gözəl bir şəraitdir. Mən alqışlayıram. Yəni bunu bəli, Azərbaycanlı gənclərə bax belə universitetlərdə, İngiltərə universitetlərinin qiyməti 100 mindən başlayır. İllik universitet qiymətləri neçə minlə başlayır? Xarici tələbələr üçün 90 min, 100 min üzəri. İndi bunun bakalavr oxuyanı var, doktorantur oxuyanı var, hər il ödənişləri var. Bizlər üçün 100 min civarındadır təhsil. Funt sterlin deyirsən? Manat, 100 min manat. Bu hardasa 35 mindən yuxarı. 8 min, 50 min bu funt sterlin artıqca gedir. Yəni indi hər ixtisasında. Bu kiçik məbləğ. Bəli, dediyim kimi, yəni bu şans, bu kifayət qədər böyük bir şansdır. Hər il 500 tələbə Azərbaycandan dünyanın Amerika, Avstraliya, Singapur, İngiltərə və müxtəlif ölkələrinə göndərilir. Və burada əksəriyyət magistr tələbələri, daha sonra bakalavr tələbələri, daha sonra isə doktorantura tələbələri olurlar. Bir də onu vurğulamış, yəni bura gələn gənclər həmçinin Turanı da bilirəm, yəni böyük imkan sahibləri deyirlər də. Çox insan burada baxıram ki, belə maddi cəhətdən də belə yüksək imkanları olmayanlar, amma təhsili sayəsində dövlət xəttə müraciət ediblər, gəlib burada və bunların İngiltərə görmə şansı və yeni insanlar, yeni şanslar, yeni qapılar deməkdir. Həmin qapılarını da açmaq sizdən asılıdır. Əsas odur ki, o müraciət üçün hansı şərtlər tələb olunur? Mən magistrdan daha çox məlumat verə bilərəm. İndi özüm bu magistr üzrə gəlmişəm deyə. Burada ən önəmli faktor bakalavr təhsilində GPA-nin ortalamanın yüksək saxlanılmasıdır. Minimum tələb 80 üzəridir. Əgər ki, GPA yüksəkdirsə, bundan sonra digər faktorlar artıq tövsiyə məktublarının alınmasıdır, siyahıdakı ixtisaslardan qəbul alınmasıdır və s. bu cür şərtlərdir. Amma ən əsas faktor odur ki, bakalavr təhsili 80+ ortalama ilə bitirmək və IELTS-dən C1 səviyyəsində dərəcə almaq. Belə deyim, təqribi indi faiz olaraq tam yadımda deyil, amma təqribən 300 üzəri magistrdir, 100 üzəri bakalavrdır və geri qalan kvotada doktorantur üçün ayrılır. Dövlət proqramının qarşıladığı xərclər yalnız aylıq xərclər və universitet illiyinə ibarət deyil. Burada magistrdirsə,
2 dəfə ildə bir dəfə gediş, bir dəfə dönüş, biletinin qarşılanması və bakalavrdırsa da yenə də ildə bir dəfə getmək, bir dəfə dönmək. Yəni 4 il ərzində 4 dəfə bir xərclər, gediş-gəliş xərcləri qarşılanır. Bundan əlavə sığorta xərcləridir, vizaya müraciət xərcləridir. İngiltərəyə gələrkən tuberkulozis deyə bir analiz var. Onun xərcinə kimi, yəni hər şey qarşılanır. Hər biriniz gəlib burada təhsil ala bilərsiniz. Çəkinməyin, qorxmayın. Nə sualınız varsa suallarınızı ünvanlayın. YouTube kanalımıza abunə olun. Sualları hər birimizə qeyd edin. Turan da öz fikirlərini, öz suallarınızı oxuyub cavablandırar sizi. Ümumiyyətlə, Azərbaycanlı gənclərə, sənin 21 yaşın var. Azərbaycanlı gənclərə buradan nə tövsiyələrim var? Bu yollara keçmirsən, Avropada təhsil almısan, bakalavr, indi də Böyük Britaniyada magistr təhsil alırsan və bu keçdiyin yollar, çəkdiyin əziyyətlər, bilirəm ki, inşallah bunun qarşılığını görəcəksən və həmin gənclərə nə məsləhət görməksən Azərbaycanda gəlmək istəyən gənclərə? İlk öncə onu deyərdim ki, qarşımıza çıxan hər bir şansdan istifadə eləməliyik. Və məsəl üçün, mən dövlət proqramına müraciət edərkən belə bəzi tərəddüdlərim var idi ki, İngiltərə universitetidir, top 10-luqda yerləşən bir universitetdir, qəbul olarammı, olmaramı? Yəni, bu suallar insan beynində çox oynayır. Amma yəni, hər şansdan maksimum istifadə eləmək lazımdır. Mənim bugün burada oxuyacağım, mənim ağlıma gəlməzdi. Amma ona görə yəni, maksimum istifadə eləmək lazımdır. Bundan başqa, yenə də dərslərə təbii ki, təhsilə fokuslanmaq lazımdır, amma eyni zamanda dərsdən kənar fəaliyyətlərə də könüllülük olsun, şəxsi inkişaf olsun. Bu bir qədər Azərbaycanda elədir ki, şəxsi inkişafa çox da önəm verilmir, amma məncə buna mütləq şəkildə önəm verilməlidir. Yəni, ya ancaq dərsə fokuslanmaq, ya da ancaq sosial həyata fokuslanmaq olmamalıdır. Bir balansı qorumaq lazımdır. İngilis dili ən vacib şərtlərdən biridir. Burada yaşayırsansa, insan təhsil alırsan, aydın məsələdir, İngilis dili mükəmməl olmalıdır, amma yaşayırsansa, İngilis dili bilməlisən. Və İngilis dili öyrənmək istəyən insanlar var. Onlara daha asan yollar, nə məsləhət görərdir? Mən özüm şəxsən 5-ci sinifdən İngilis dili öyrənməyə başlamışam. Yəni mən kifayət şəxsi marağın olub yoxsa kimsə səni ailə təkidi ilə. Dostumuz deyir ki, mənim anam İngilis müəlliməsi idi. O mənə daha çox belə motivasiya olur. Sənə də onu mənə soruşum ki, bəs sənin üçün ailə yoxsa özün sevmirsən o dili? Mən belə deyim, mən təcrübələrdən yararlanmışam. Məndən böyük 2 dənə qardaşım var. Onların hər ikisi Türkiyədə təhsil aldılar. Onların təcrübələrinə əsasən onlar artıq mənə İngilis dili öyrənməyi belə deyim bir şərt olaraq qoymuşlar. Motivasiya oldu da. Motivasiya, yəni ki, bu oxumaq, gələcək şanslar yeni qapılar açıb bu dili bilmək lazımdır. İngilis dili insana çox böyük qapılar açır. İstənilən ölkədə oxuya bilərsən İngilis dillə. Həm İngiltərədə, həm Amerikada, həm Avropa ölkələrində. Bu çox böyük şanslar açır insana. Və bunu da təbii ki, ən yaxşı yollarından biri kifayət qədər gənc yaşdan başlamaqdır. Amma yəni gənc yaşda başlamamız belə bu ümidi itirməliyik demək deyil. Mən deyirəm ki, İngilis dili vəlaət çətin bir dil deyil, qrammatik yəni məncə də, yəni söz ehtiyatlarını artırmalıdırlar. Yəni kinolar izləmək olar, kifayət qədər bacardığınız qədər insanlarla ünsiyyət. Bu çox önəmlidir. Özündən məxsus metodikan var sənin? Mən məsəl üçün dövlət proqramını 3-ün IELTS-i yenidən verməli oldum. Burada mənim ən çox etdiyim şey insanlarla ünsiyyət olurdu. Yəni bu şərt deyil ki, qarşındakı insan mükəmməl səviyyədə bilsin. Sadəcə danışırsan, praktik edirsən, yeni sözlər ondan öyrənirsən, o səndən öyrənir, belə-belə. Danışdıqca dil açılır. Danışdıqca danışma. Yəni qrammatika bir yerə qədər, amma mən belə deyim, məsəl üçün, insanlarla danışarkən qrammatikadan yerdə çox istifadə olunmur. Əsas odur ki, yəni məğzi çatdıra biləsən. Mən ümumiyyətlə bir söz deyim, qrammatika ilə bağlı bəzi insanlar mənim fikrimə razı olmayacaq. Əgər qrammatika danışıq üçün vacib olsaydı, biz məktəb vaxtı 11 il keçirik ingilis dili qrammatikasını. Bitirəndə hamımız gələn mükəmməl danışar. Yəni buna görə çəkinməyin. Onsuz Avropada mükəmməl danışan yoxdur. Heç kim mükəmməldir. Yəni ingilisin özündən başqa heç kim mükəmməl deyil. Burası sizə heç vaxt sıxmırlar. Əksinə sevinirlər ki, olan dildən danışmağa çalışırsınız. Ona görə utanmadan, çəkinmədən, yəni dili öyrənin və yenə deyirəm, bu sizin üçün yeni qapıların açılmağı deməkdir. 100%. Müsahibəmlə yekunlaşdırmaq istəyirəm. Turanı çox yormaq istəmirəm. Bizim inşallah bir neçə görüşümüz olub artıq Azərbaycan tələbələrindən. Turan da həmçinin onlardır. Fəxrlə onsuz gənclərdəndir. Yenidən görüşümüz olacaq. Yenə deyirəm, kanala abunə olun, suallarınızı ünvanlayın. Hər birinizə uğurlar arzu edirəm. Çox sağ olun. Mən də rəylərdə oxuyacağam şərhləri. Kifayət qədər, əlimdən gəldiyi qədər həm rəylərdə sualları cavablandırmağa çalışacağam. Sənə də suallar olarsa şad olaram cavablandırmağa. Uğurlar. Çox sağ olun. Təşəkkür edirəm.